Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Verilişimizin bu dəfəki buraxılışı əsr-i səadətə həsr olunub. Həzrət Peyğəmbərin öndərliyində yetişən qızıl nəsil məhz əsr-i səadəti meydana gətirirdi. Bu dəfə əsr-i səadət mövzusuna toxunacağıq. Əsr-i səadəti digər vaxtlardan fərqləndirən nədir? Bizim gözümüzdə onu ideallaşdıran hansı xüsusiyyətlərdir? Məhz bu mövzuları müzakirə edəcəyik. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovdur. Vüqar müəllim, sizinlə biz müxtəlif mövzuları müzakirə eləmişik. Xüsusilə İslam tarixinin ilk dövrləri ilə bağlı mövzular əhəmiyyət kəsb edir. Onları bilmək, onlarla yaxından tanış olmaq, istər Peyğəmbərin həyatı, istər səhabələrin həyatı, İslamın ortaya çıxdığı o qızıl dövr hər kəs üçün çox maraq mövzusunda olan bir məsələdir. Bugünkü mövzumuz da məhz bu istiqamətdədir. Əsr-i səadəti danışırıq. Əsr-i səadət nə deməkdir? Birinci kərə bunu bilək ki, yəni bu sonradan adlandırmadır. Yəni dövrü sizin dediyiniz kimi xarakterizə edərək, o dövrün xüsusiyyətlərini ön plana çıxardaraq, o dövrdə olan hadisələri və Peyğəmbər olan özləm, Qurana olan özləmlə, yəni o dövr nümunə alaraq bu zamana qədər yaşandı, dövlətlər quruldu, cürbəcür dövlətlər quruldu və də təməlinə Peyğəmbəri və Quranı qoyaraq quruldu. Ancaq hər zaman hər şeyin ilki orijinallığını təşkil edir, gözəlliyini təşkil edir, əslini təşkil edir. Ona görə də hər zaman o dönəmi nümunə olaraq alınmışdır və ona görə də yəni bu Peyğəmbərimizin bir adlandırması deyil. Yəni və yaxud da ilk dönəm qaynaqlara hər hansına baxsan dövrül səadə deyə bir məfhuma rast gələ bilməzsiniz. Amma sonradan bunu deyək ki, yəni nəsillər, müsəlmanlar, o dövrün aşiqləri, o dövrü canlandıranlar, tərənnüm edənlər asr-ı səadətdirlər. Peyğəmbərimizin zamanında Peyğəmbərimiz də buna diqqət çəkmişdir ki, yəni əsrlərin ən gözəli mənim içində yaşadığım əsrdir. Sonra gələnlər və ona nə deyir? Məsəl üçün, əshabım, yəni sahabilər, tabiun, ətba tabiun, təbə tabiun şəklində bir sıralanma vardır. Yəni ad olaraq bu ad Peyğəmbər tərəfindən ilkin dini mənbələrdə olmasa da onun məzmununa dair qeydlər boşuna söylənməmişdir yəni. Yəni xayrul qurun qarni. Qərinələrin ən xeyirlisi mənim içərisində olduğum əsrdir və yaxud da ki, Quran-ı Kərimdə radiyallahu anhum və raduan muhacirin və ənsarillədinə deyə ayətlər vardır ki, Allah onlardan razı oldu, onlar Allahdan razı oldu və bu tamamilə mühacir, ənsar, yəni Peyğəmbərimizin içərisində olduğu əsrdən bəhs olunur. Quranda da bir çox ayətlər vardır ki, demək ki, o məzmundan hərəkətlə. Biz indi həqiqətən baxdığımız zaman əsr-i səadət, yəni Peyğəmbərimizin gəldiyi cəmiyyətin adı cahiliyyə dönəmi idi. Cahiliyyəni də bir xarakterizə etmək mütləq lazımdır qısaca olaraq ki. Çünki cəhilə kəlməsi, yəni daşqın insanı, qaynayan, hətta ərəblər qazan qaynadığında cəhlə deyilir. İzə təcəhələ qidarna həttə lə yahlumi. Bizim qazanlarımız qaynadığı zaman onun sən səncidiyini görməzsən. Yəni o çox qonaq qarşılamaqla, yəni cahiliyyə insanı da bir şeyin həqiqətinin künhünə varmadan həmən atlayan, həmən səsinə basan və yaxud da yüksək səslə danışdığı zaman doğru danışdığını zənn edən bu tip insanlardan, yəni bədəvi xarakterli insanlardan meydana gəlir və əsasən də cahiliyyə dönəminin bariz xüsusiyyəti zülümdür, aşağılamaqdır, əzməkdir, güclü olmaqdır. Məsəl üçün, zülm etməyən zülmə məruz qalır. Həqiqətən də cahiliyyə dönəmində bizim insan bildiyiniz kimi kültürün adətin, ənənənin içində doğar. Ərəb dilində də buna sünnə deyirlər. Min məşərin sənnətləhum əbəvuhum və likulli qavmin sünnətun və imamuha. Hər bir qövmin öz adət ənənəsi var, sünnəsi var, getdiyi yol var və likulli qavmin sünnətun və imamuha. Hər bir qövmin öz öndəri və adət və ənənəsi vardır. Və bu adət ənənəni biz də eləyik. Bir adət ənənənin xaricinə çıxdın mı,
toplumun çubuğu ilə çubuqlanmaq məcburiyyətində qalırsan. Ona görə də cahiliyyə dönəmində qəbilə adət-ənənələri içərisində doğar. Qəbilə adət-ənənələri içərisində çox ağır şərtlər vardır. Qadın, yəni insandan hesab olunmur, kölələr insandan hesab olunmur, əzilirlər, bütpərəstlik vardır və də ki, bildiyiniz mənfi xüsusiyyətlər, zinadır, içkidir, təfəçilikdir, faizçilikdir. Bunlar hamısı yaşanır və də məsələn, bir qadın örnəyini götürək. Məsələn, Quran-ı Kərimdə bunu çox gözəl verir. İdə bu şirahaduhum bil unsa zalla vəchu musfəddən və vaqazim. Onlardan biri qadınla müjdələndiyi zaman, xəbər verildiyi zaman üzü qapqara kəsilir. Və o üzüntüyə, niyə görə üzüntüyə qərq olur? Çünki həqiqətən o dönəmə baxdığımız zaman qəbilə olduğun zaman, o zaman və asabiyyət deyirik biz buna. Asabiyyət nə deməkdir? Mənim qəbiləm, mənim ailəm hər kəsdən üstündür. Və boşu-boşuna iftixarlarla doludur ərəb şey. Və istər-istəməz də boşuna qan davalarına və hətta deyirlər ki, Peyğəmbər gəldiyi zaman o toplum artıq qan davalarından yorğun düşmüş. Bir-birini məhv edən qəbilələr halına gəlmişdir. Hətta ərəblər nə deyirlər? Deyirlər ki, mən və əmim oğlu başqa bir qabiləyə qarşıdır. Mən və qardaşım öz əmim oğluna qarşıdır. O həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. Qəbiləçilik və əsəbiyyətə fayda verən hər şey onlar üçün bir dəyərdir. Bunu zəiflədən hər şey onlar üçün dəyərsiz bir şey görülür. Bu baxımdan öz qəbiləsindən olanı qorumaq, onu önə çəkmək, zülm etmək bahasına olsa belə. Bəli, kulləmə nərə na'inun fəttəbəuhu. Hər nərə çəkən, nərə çəkdiyi zaman, yetişin, ey mənim qəbiləm. Baxmırdılar, məsəl üçün, önündəki suçsuzdur, ya şeydir, mütləq gedib onu əzmən lazım idi. Yəni, belə haqsızlıqların meydana. Ona görə Peyğəmbər önəmlidir, ona görə Peyğəmbərin gəlməyi. Biz, məsələn, Peyğəmbər sadəcə Quran təbliğçisi olaraq görürük, amma Peyğəmbərin gətirdiyi böyük bir dəyişim idi. Həzrəti Peyğəmbərdən əvvəl Mədinədə, Məkkədə insanlar bir savaş içərisində idi. Qəbilələr arası savaşlar öz əksini tapırdı. Hilful Fudul adlı bir müqavilə var, bilirsiniz. Həzrət Peyğəmbərin də həyatının mühüm bir hissəsinə təsadüf edən o qəbilələri bir araya gətirməsi, eyni zamanda Mədinədə qəbilələr arasında qardaşlıq meydana gətirməsi bir mükəmməl bir cəmiyyət, qardaşlıq, həmrəylik içərisində öz belə deyək, gələcəyini quran bir cəmiyyətin formalaşmasına gətirib çıxarmışdı. Həzrət Peyğəmbərin vəfatından sonra isə yenidən sanki cahiliyyət xüsusiyyətlərinə bənzər bəzi hallar meydana gəldi. Yəni, müxtəlif fikir qruplarının bir-birinə qarşı sərt münasibətləri, bir baxma, irqçilik yenidən, qəbiləçilik yenidən meydana gəlməyə başladı. Məzhəb mövzuları yenidən müsəlmanların birliyini, bərabərliyini pozacaq dərəcədə bəzi qruplar tərəfindən təşviq olunmağa, qabardılmağa çalışıldı. Bax, bu dövrlər bəlkə də Peyğəmbərin dövrünü bu mənada daha cazibədar, daha parlaq, o sülh və həmrəylik baxımından monolit bir şəkildə bir kristal kimi parlamasına səbəb oldu və bu da onun əsr-i saadət adlandırılması ilə nəticələndi. Bax, istərdim bu istiqamətdə dəyərləndirməyə. Peyğəmbərimizin son sözlərinə baxsaq, nə buyurur? Ən-nəs səvasiyyətin kəsnənil muşdur, lə fadli ərabin alə acəmiyin, lə və lə əbyədə alə əsvədə küllükü min ədəmi və ədəmin turab. Ərəbin əcəmə üstünlüyü yoxdur, ağın qaraya üstünlüyü yoxdur. Hamınız Adəmlənsiniz, Adəm də torpaqdan. Həqiqətən, yəni qəbiləçiliyin sürdüyü vəhdət halına Peyğəmbərimiz gətirdi. Yəni bütün qəbilələr qardaş oldular. O qəbilələrlə də o Peyğəmbərin tartışmaları, Peyğəmbərin onların haqq yolu həqiqətən böyük ustalıqla. O Bismarck bir sözü var, deyir ki, ey Muhammed, mən sənə zamanında yaşamadığın üçün nə qədər də peşmanam. Çünki sən bizim üçün böyük problemləri bir su içmək kimi həll edirsən. Həqiqətən də, məsələn, bəzi qəbilə gəlir ki, bizdə zina olsun, bəzi qəbilə gəlirdi ki, bir il bütümüzə tapaq, ondan sonra olsun. Bəzi qəbilələr, bəzi haram şeylər var. Peyğəmbərimiz böyük ustalıqla
onların hamısını həll etdi və vəhdət halına gətirdi və öz aralarında döyüşməkdən yorğun düşən ərəblərin o enerjisini fütuhat edərək, yəni yaxşılıqları aparmaqla təbliğ etdi. Məsələn, biz Peyğəmbərimizə həqiqətən nəzər saldıqda heç bir şəkildə bir problemli yer görə bilmirik. Çünki həqiqətən yəni Peyğəmbərimiz vəfat edərkən də yəni heç bir miras buraxmadan getdi, yəni. Hətta borcluq olaraq bu dünyadan getdi. Məsələn, Məkkə fəth olunanda da səcdədə daxil oldu və getdi yenə quru çörəyini yedi. Heç vaxt demədi ki, mən dövlət başçısıyam, mən gözəl yerlərdə yatmalıyam. Yenə getdi həsrin üzərində, hətta Həzrət Ömər ağlayanda Peyğəmbərimiz dedi ki, onlara dünya onların, axirət bizim olmasını istəməz misin? Və ən önəmli şeylərindən biri Peyğəmbərimiz axirət inancını gətirdi. Axirət inancında ərəblər axirətə inanmırdılar. Və in kuntu la tastati'u daf'a maniyyati fad'ni ubadirha bima malakat yadi. Antara deyir ki, əgər məni yəni ölümümü əncəlləyə bilmirsənsə, o zaman burax mən istədiyimi eləyim bu dünyada. O da çox təhlükəli bir şeydir. Axirətdə hesab verəcəyini düşünürsənsə, o zaman bu dünyada ədalətli. Əgər o dünyada qarşılaşacağın zaman insanlar özünə çox çəki düzən verir. Əgər axirət inancın yoxdursa, hər şeyi edə bilərsən. Peyğəmbərimizdən sonra hər insan bu şəkildə təbii ki, adil xəlifələr dönəmini də biz asr-ı saadət bəlkə adlandıra bilərik. Çünki orada da çox gözəl və yaxud da tarix boyunca Quranın ərdəmi. Peyğəmbərimizin ən önəmli şeyi nə idi? Quranın əxlaqı ilə əxlaqlanması. Quranın əxlaqı da nədir? Bizim bildiyimiz yaxşı şeyləri etmək, dostluq, qardaşlıq, yardım, paylaşmaq, taqva kimi xüsusi, ihsan kimi duyğuları şeydir və pis duyğular, haramlar dediyimiz şey, zinadır. Bunlar eyni zamanda toplumu içkidir. İndi də yəni bütün toplumlarda bu heç vaxt məsəl üçün ağılla ərdəm və yaxud da fəzilət qəbul oluna bilməz. Bunları amma inanca gecəndə bu həqiqətən həyata keçir, ona görə əsr-i saadət olur. Amma Peyğəmbərimizdən sonra İslam ümmətində mal toplamaq həvəsi və demək olar ki, və yaxud da baş olmaq, idarə etmə, o zülm etmə, dediyimiz kimi, yəni özünü üstün görmə kimi şeylər yenidən xortlamağa başladı. Amma bu o demək deyildir ki, İslam aləmi belə olmuşdur. Peyğəmbərimizin böyük olduğu zaman, həqiqətən deyirlər ki, böyük insanlar, bəzi liderlər məsələn öldüyü, getdiyi zaman öz dəyərlərini də özü ilə aparır. Amma Peyğəmbərimiz vəfat etdiyi zaman, bax, yüzlərlə komandir yetişdi, yüzlərlə xanımlar yetişdi. Bax, Əshab-ı Süffə deyə bir qrup var idi, məsələn, Peyğəmbərimizin elmini onlar aldı, zühd həyatını dərvişlər aldı, kimlər aldı, məsələn. Ona görə də Peyğəmbərimizin, məsəl üçün, deyək ki, bu şeylər olduğu zaman belə mirası hər zaman, hər yerdə asr-ı saadət var. Burada da asr-ı saadət yaşayan var. Dünyanın hər tərəfində, məsələn, Peyğəmbərimizin o qoyduğu təqva həyatını, düzgün həyatı, Quranın əhkamını yaşayanlar, onun həyatını özünə nümunə alanlar asr-ı saadəti yaşayır. Ona, məsələn, nəfsinin qulu olanlar, nəfsinin gücü çatmayanlar da nəfsinə məğlub olub. Yəni, özü ilə bacara bilməyənlər, yəni zülmün, yəni arxasında gedənlər də onu özünə bir həyat tərzi kimi mənimsəyənlər də dediyiniz kimi. Cahiliyyət həyatı yaşayır. Bəli. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim datsınlar deyə biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Əsr saadət edən başlıca xüsusiyyətlər, siz onlara toxundunuz. Amma onun içərisində həqiqətən bir çox dərslər var, ibrətlər var. Onları götürmək, onları yaşamaq, həyatımıza tətbiq etmək. Bu, insanlığın qurtuluşu üçün, insanlığın xilası üçün çox əhəmiyyətlidir, vacibdir. Doğrudur, hər zaman gələn nəsil keçmişə bir özləmlə baxar. Keçmişin daha yaxşı olduğunu, gələcəyin daha pis olduğunu bütün nəsillərdə görmək mümkündür. Yəni. Bu, dinlə, inancla əlaqəli bir məsələ də deyil. Adətən keçmişin daha yaxşı olduğu və gələcəyin daha qaranlıq olduğu ilə bağlı insanlarda belə bir təfəkkür olur. Amma Həzrət Peyğəmbərin yaşadığı dövrü obyektiv dəyərləndirdiyimiz zaman həqiqətən
o dövrdə Peyğəmbərin gətirdiyi dəyərlərin ziyası, işığı bu günə qədər gəlib çatır və bundan sonra da əsrlər boyu davam edəcək. O dəyərlər elə dəyərlər idi ki, insanlığın ortaq dəyərləri idi. Heç zaman ölməyən, yaşayan və insanlığı həqiqətən insan ləyaqətini ortaya çıxaran dəyərlər idi ki, Həzrət Peyğəmbər məhz onları təbliğ edirdi. O dəyərlərə sahib olan insanlar, onları səmimiyyətlə mənimsəyib yaşadan insanlar əsr səadəti meydana gətirirdilər. Bugün də belədir. Əgər biz o dəyərlərə layiqi ilə sahib çıxsaq, insanlıq dəyərlərinə, insanpərvərlik dəyərlərinə, ədalətə, dürüstlüyə, yaxşılığa, xeyirxahlığa sahib çıxa bilsək, biz də əsr səadəti öz dövrümüzə gətirib çatdıra bilərik. Vüqar müəllim, mən sizə çox təşəkkür edirəm. Gəldiyiniz üçün, dəyərli fikirlərinizi, biliklərinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Sağ olun, mən də sizə çox təşəkkür edirəm. Var olun. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.